الله نحمده ونستعينه ونستغفره ونتوب إليه أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وقضى ربك ألا تعبدوا إلا إياه وبالوالدين إحسانا إما يبلغن عندك الكبر وأحدهما أو كلاهما فلا تقل لهما أف ولا تنهرهما وقل لهما قولا كريما واخفض لهما جناح الذل من الرحمة وقل رب ارحمهما كما ربياني صغيرا. وقال رسول الله صلى الله عليه وسلم ليس منا من لم يوقر كبيرنا ويعرف حق صغيرنا. إن من إجلال الله تعالى إكرام ذي شيبة المسلم. Möhtərəm qardaşlar, xütbəmizin mövzusu son zamanlarda dəyərini itirməyə doğru gedən bir mövzu olacaqdır. Böyüklərin haqlarının tanınması, bilinməsidir. İnni vahənəl azmu və işta'alər ra'su şeybə. Quran-ı Kərimdə nə buyurulur? Sümüklərim zəiflədi və saçım ağardı. Möhtərəm qardaşlar, insanın yaşama serüveni belədir. Hər kəs dünyaya gələr, uşaqlıq dönəmi, gənclik dönəmi. Quran-ı Kərim bunu çox gözəl tərif edər ki, biz insana birinci zəiflik veririk, zəifliyin arxasından güclülük veririk, sonra onu tərsinə döndəririk. Yenə də zəiflik, qocalıq, quruma dönəminə gəlir. Və istər-istəməz cəmiyyətdə insanlar özünə məxsus rollar tutar. Və hər cəmiyyətin özünün adət və ənənəsi vardır. Möhtərəm qardaşlar, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə buyurur? Leysə minnə mən ləm yuvaqqır sağir kəbirana. Yəni, böyüklərimizə hörmət etməyən, kiçiklərimizə mərhəmət etməyən bizdən deyildir. Eyni zamanda başqa bir hədis-i şərifdə buyurur ki, Allaha təzim etməyin yollarından birisi də budur ki, ağsaçlı müsəlmanlara ikram etmək, onlara hörmət qoymaq. Həqiqətən, möhtərəm qardaşlar, bizim adət ənənəmizdə, ata-babamızdan, dədələrimizdən gördüyümüz xüsus nədir? Böyüklərə hörmət etmək, onlar gələndə ayağa durmaq, sözlərini dinləmək, onları ziyarət etmək, onlara qarşı gəlməmək, onlara yer vermək. Məsələn, indi baxırsan ki, avtobusda gənclər gedirlər. Yəni, veyişlərinə də deyildir ki, orada ayaq üstə durdular, qocalar qaldılarmı, qalmadılarmı? Halbuki, bizim adət ənənələrdə qadınlardır, zəiflərdir, qocalardır. Bunlara ikram etmək vardır. Onlara yardım etmək vardır. Və bilirsiniz ki, dinimizdə ata-anıya göstərilən hörmət ən böyük hörmətlərdən biridir. Necə ki, Quran-ı Kərim nə buyurur? وَقَدَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّهُ. Rəbbin ancaq özünə ibadət etməyi əmr etdi. وَبِالْوَالِدَيْنِ إِحْسَانًا. Ata-ananıza yaxşı davran. İmmə yəbluğanna indəkəl kibərə ahaduhuma əv kilahuma. Onlardan biri və yaxud da ikisi qocalıq yaşlarına gələrsə, fələ təqulləhuma uf. Onlara uf bilə demə. Və lə tənhərhuma. Onları azarlama. Möhtərəm qardaşlar, ayənin can alıcı nöqtəsi buradadır. Yəni, insan balacalıqda ata-anı onu azarlayar. Amma güc qüvvət əlinə keçincə, onlar zəifləyincə iş tərsinə dönər. İnsanın keyfiyyəti burada ortaya çıxır. Yəni, o zaman ata-anasına rahat söz söyləyə bilmək qabiliyyətinə gəlir. Əgər onun mərfəti, qanacağı, tərbiyəsi varsa, ata-anasına azarlamayacaqdır, onları aşağılamayacaqdır. Əgər nəfsinə qalib gələ bilmirsə, görürsən ki, ata-anasına istədiyini söylür. Döyənlər var, evdən çıxardanlar var. Yəni, bunları şahid oluruq. Və dinimizdə bunlar kəsinliklə haram olaraq qəbul olunmuşdur. Yəni, Peyğəmbərimizin biz həyatına nəzər etdiyimiz zaman görürük ki, Peyğəmbərimiz nə buyurur? Burnu yerlə sürtülsün, burnu yerlə sürtülsün, burnu yerlə sürtülsün. 3 dəfə deyir. Deyirlər ki, kim ya Rasulallah? Deyir ki,
ata-anası yanında yaşlanıb cənnətə girə bilməyən kimsələrin burnu yerlə sürtülsün. Həqiqətən Peyğəmbərimizin hədislərində biri gəlir ki, ya Rasulullah, mən cihada getmək istəyirəm, ata-anamı da ağlayan qoyub getdim. Deyir ki, dön, sənin cihadın onlardan ibarətdir. Onlara yaxşı davranmağın sənin nəyin sayılır? Cihadın sayılır. Və Peyğəmbərimiz yaşlılara böyük hörmət göstərmişdir. Necə göstərmişdir? Məsələn, Peyğəmbərimizin öz ata-anasını qocalığı vaxtına gələ bilməmişdir. Amma həyatda olan, məsəl üçün, Həlimə-i Sa'diyyə var, məsələn, Huneyn döyüşündə o gəldiyi zaman Peyğəmbərimiz qalxardı və əbasını sərərdi və onun üzərinə otuzdurardı və deyərdi ki, sən mənim ikinci anamsan və ona ikram edərdi. Və Əbu Bəkir radiyallahu anh nə edir? Öz atası İbn Kuhafəni Peyğəmbərimizin yanına gətirir ki, müsəlmanlığı qəbul etsin. Peyğəmbərimiz deyir ki, qocaya niyə əziyyət verdin? Kaş ki, bura gətirməsəydin, biz onun yanına geçsəydik. Ona görə də, möhtərəm qardaşlar, yəni ata-ana haqları, böyüklərin haqları üzərimizdə danılmazdır. Və biz bu dəyəri qoruyub saxlamalıyıq. Bu bizə Quranın əmridir, dinimizin əmridir, Peyğəmbərimizin də sünnəsində bizə əmr olunmuşdur ki, böyükləri nə edək? Hörmətli saxlayaq. Bu çətin məsələdir, möhtərəm qardaşlar. Çünki zamanımız nə zamandır? Kompüter əsridir. Zamanımız texnikanın insan üzərində, nə deyək artıq, qələbə çalma zamanı, sünni intellekt var. Yəni, əvvəllər deyək ki, insanlar nənənin, babanın görməyə tələsirdilərsə, uşaqlar onların nağılları ilə, hekayələri ilə böyüyürdülərsə, indi telefonla böyüyürlər, deyilmi? Telefonda hər şey vardır və yaxud da nə bilim, kompüterdə hər şey vardır. Ata-ana da elə bilir ki, yaxşılıq eləyir, öz işini görməsi üçün, uşağın sakit durması üçün telefonu verir, onu verir, bunu verir və də görürsən ki, nə olur? Uşaq da ondan istifadə edir, soyuq böyüməyə başlayırlar. Yəni, bu nəsli kim yetişdirir? Biz özümüz yetişdiririk. Yəni, ona görə də, möhtərəm qardaşlar, yəni uşaq da elə bir şeydir ki, səni görmədikdən sonra ki, ata-ananı ziyarət edirsən, o da etməyəcəkdir. O da etməyəcəkdir. Yəni, sürətlə buna doğru gedirik. Bizi qurtaracaq olan nədir, möhtərəm qardaşlarımız? Dinimizdir. Əvvəllər, məsələn, ailə nə idi? Böyük ailə olurdu. Baba olurdu, nənə olurdu, ata olurdu, ana olurdu, övladlar olurdu, nəvələr olurdu. İndi elə ailələr kimsə evləndiyi zaman atası ilə, anası ilə yaşamaq istəmir. Elə deyilmi? Yəni, o ailələr yavaş-yavaş ortadan qalxdı və də qalxır. Deyək ki, belə oldu. Nə etmək lazımdır? Ayrıldıqdan sonra da övladların vəzifəsi nədir? Vəzifəsi ata-anasını ziyarət etməkdir. Heç olmasa uşaqlarının əlindən tutub həftədə bir-iki dəfə babanızın, nənəsini ziyarət etdirmək lazımdır. Yox, hətta möhtərəm qardaşlar, yəni insan atasının dünyadan köçdükdən sonra dostlarını da ziyarət etməlidir. Sünnədə bu da gəlir ki, İnnə əbərral bir ən yasilə silətə vuddi əbikə. Yəni, yaxşılığın ən yaxşısı, bunu yaxşılığın ən yaxşısı deyə hədis-i şərif qeyd edilir. Atan dünyadan köçdükdən sonra onun dostlarını, onun getdiyi yerləri ziyarətə davam etməkdir. Ona görə də, yəni, deməmək lazımdır, valideynimizin bizim üzərində haqqı, hüququ yoxdur. Biz, yəni, Allah dünyaya gətirdi, Allah onları da vəsilə etdi. Yəni, biz özümüz böyüdük, özümüz zəhmətimizdən. Yəni, onlar səni böyütdülər, zəif olduğu zaman əlindən tutdular, hər cür bu dünya işığına alışdırdılar. Hətta Peyğəmbərimizin zamanında, möhtərəm qardaşlar, görün, bu hədis də bizim üçün önəmli bir hədisdir. Biri gedir atasını şikayət eləyir Peyğəmbərə. Deyir ki, ya Rasulallah, atam mənim malımı yeyir. Peyğəmbərin cavabı çox mənalıdır. Deyir ki, əntə və məlükə li əbikə. Sən və malın atanıza aitsiniz. İstədiyi kimi atanız sizin malınızdan alıb yeyə bilər. Ona görə də, möhtərəm qardaşlar, bu dəyərlər yavaş-yavaş çürüməyə doğru gedir. Bunu nə ilə qüvvətləndirəcək?
imanımızla qüvvətləndirəcək. Olacaq, yəni dünya qloballaşmağa doğru gedir. Kompüter əsridir, nə bilim, sənaye əsridir. İnsanlar saatlarca onların qabağında vaxt keçirib ata-anasını ziyarətə getmirlər, etmirlər. Yəni bizi qurtaran nədir? Dinimizdir, imanımızdır. Allah dindən, imandan ayırmasın. Ələyin nəhsənəl kələm, və abləğəl nizam.